bu da sən uşağa deyə bilərsən, get mənə çıpla, ya ged rədd ol, ged özün getir. Adam var, dükkanı yaxşıdır, ağa deyir, sürdəriyə sür. Olmur, o yaxşı oxuyursa, o elə əladır da. Birindən soruşurlar, musiqi nədir? Deyirsən, mənə deyilən dinləyici, tamaşaçı kimdir? Onda mən deyərəm musiqi nədir. Mən 1-2 ilə yaxının efirə çıxmıram. Şimdi biləm, deyərlər ki, ölmüşəm, yox sağam. Atlar ölü bir məsəl var. Dərd bilsən nə? Dərd odur ki, atlar ölməyib baxı, diridir. Efirə çağıranda bir ailə tərbiyəsi görmüş, belə deyim də, insan çağırında. Bir böyle ağsaqqal bir kişidir, gəldi, yaxınlaşdı mənə. Diskoteka açan olacaq. Qaldım belə. Onda dedim, kül bizim başımıza. Bakı meclisi əvvəlki necə idi o sözümün qüvvəti? Bu Bakı mənim Bakımdır. Mənim Bakım o illərdə qaldı. Mən Rzayev Arzu Ələkbəroğlu 1962-ci ildə bayram axşamında anada olmuşam, yəni martın 19-u. Məhəllə, bizim məhəllə, mən uşaqlığım keçdiyi, yəni illər bizim məhəlləmiz. Sonra Fəvvarələr meydanı da deyirlər, amma bizim o vaxtı Kafe Nargiz vardı. Hələ uşaqlığımız, elə düz onun üzbözündə olan binada yaşamışam. Belə tanınmış dardan, yəni bizim qonşum mənim Natiq olub, həm də mənim kəndçimdir. Nuriyev, skripka Natiq. Düzdür, o bir 4-5 bayram bizdən böyük idi. Amma demək istəyirəm ki, belə uşaqlığımız o məhəllədə keçib, Malıgin küçəsi idi, indi Tağıyev küçəsidir. Malıgin 19, orada böyümüşəm. Orada da mənlə həm sonra məktəbdə bir yerdə oxuyan uşaqlar, hamısı belə deyim də, məşhur nə barədə show biznesdən danışmıram, ümumiyyətlə. Hərəsi öz işində məşhur olan insanların uşaqları idi. O Natiqin binasının səhv eləməsə üstündə idi. Berberovlar vardı, məşhur o şir saxlayırdı. Sonra deyirlər ki, bədbəxt hadisə oldu, şir yedi onu, dişlədi, neynədi, bilmədim onu. Amma bilirəm ki, onlar o şirin sesi, evdə oturanda o sesi gəlirdi o şirin. Mənim babam Məşəd Məmmədəli 66-cı ildə belə çıxırdı, mənim yadımda təsbehi də vardı, o kəhraba, o orijinal kəhraba, o təsbehi mənim yadımdadır əlində. Bir də ağ giyinirdi, ağ şalvar, ağ nə bilim, belə köynək kimi cibili belə. Məsələn, mənim yadımdadır, biz uşağıydıq, bizdən bir, məhəllədən danışıram, bir 5 yaş, 6 yaş böyük uşaqlar, onlar artıq yeniyetmə, nə deyirlər, yaşında idi. Tutaq ki, o vaxtda indi bir o sigaret çəkən ki, məsəl nəsə də belə xəlbəti, onlar da indi ata-anası var hamısının. Ki, özləri görünməsin deyə bizi çağırırdılar, yəni ki, tək məndən gedmir söhbət, bizim o, nə deyirlər, həm yaşlarımız. Ged mənim üçün bir dənə filan şey. Bizə üçün o böyük bir, necə deyim, fərəh deyim, yoxsa hörmət deyim ki, bizə sən qırğın gedirik, yox, mənə deyib, sən nöş gedirsən, mən gedir. Yəni, o vaxtda elə idi ki, o böyüyə gəlib, böyük deyib sənə də, səndən böyükdür. O var idi o. Məsəl, indiki zamanda elə şeylər itbat oluydu. Bu da sən uşağa deyə bilərsən, ged mənə çıpla, ya ged rədd ol, ged özün getir gəl. Məsəl, belə şeylər var. Bir də deyim ki, 60-cı illər doğrudan da Bakı, mən həmişə deyirəm də, düzdür, indi bax, hər yer inkişafdır, hər yer, nə deyirlər, təzə şeylər əməl. Amma bu Bakı mənim Bakımdır. Mənim Bakım o illərdə qaldı. Yəni, indi ola bilər ki, məndən də əvvəl nəsil, heç bizim, nə deyirlər, illər ki, biz yaşamışıq, onu heç bəyəm bəyənməz. Deyər, yox, elə bizdən əvvəl olub. Məsələn, mən indi gördüyümdən deyirəm. Amma bir şey fakt olaraq deyim ki, musiqi barədə də bəstəkarlar necə bəstəkarlar? Biri obursundan hələ bir ki, rəqabət kimi bir şey idi də. İndi biz uşaq idik o vaxtı, belə şey bilmirdik. Amma nəhəng bəstəkarlar o vaxtı elə əsərlər yazıb ki, indiyə qədər ona müraciət edirlər. Yəni, o 5 dəqiqəlik əsər yazmayıblar. Demək istəyirəm ki, Bakının ən gözəl o qızıl illəri, həmişə də mən həmişə deyirəm, hər bir harada məclisdə oldum, hansı tədbirdə oldum, 60-cı illərdir. Caz çox inkişaf eləmişdi. Deməli,
Görün ki, o vaxt Rusiyyətdən, məsəl, nəfəsli alətlər biraz bizdə o vaxt Tofik Axmedov orkestri vardı, caz orkestri deyirlər. Ondan sonraki illərdə, məsəl, mənim yadımdadır, Qaya qrupuna, yeri gəlmişkən Qaya qrup, o vaxt klip anlayışı yox idi. Amma o telefon avtomatlar mahnı var. Onu klip şəklində də, belə deyim, çəkmişdilər, rolik kimi. Həmin o bizim məhəllədə idi. Çünki Kafe Nargizin o sağ qulağı, belə deyim də, sağ tərəfi, belə balaca bir yeri idi. Orada da bir 4-5 dənə avtomatlar idi, belə butka avtomatlar, o 2 köpüklü qabaq deyirlər. İndiki uşaqlar bilmir onu. Yəni, demək istəyirəm, o vaxtı bütün post-sovet məkanında da, məsələn, Novorosiysk mənim yadımdadır, sonra başqa yer, orada yaxşı nəfəsli alətlər, istifadəçilər vardı da, yəni o medne qrupa deyirlər ona, saksafon, truba, trombon. Bunlar bizdə bir moment qıtlıq idi. Yəni ki, oradan adamları cəlb edirdilər ki, onlar bura gəlirdilər, necə gəlirdilər? Qonaq kimi yox, oradan köçürdü, məsəl, gəlirdi burada, nə bilim, ev verirdilər, indi mən onları bilmirəm o xırdalıqları. Ev verirdilər, eşik verirdilər ki, gəl burada qal, yaşa, maaşını da al, yəni işlə. Yəni, belə şeylər vardı. Yəni, Bakı əlbəttə ki, mərkəz idi. O, cazın, musiqinin bütün post-sovet məkanında bəlkə mərkəzi idi. O, aşağıda gördüyün çalarda, yəni, nə demək istəyirəm? Ətraf mühitdən çox şey asıldı. İnsanın hansı mühitdə? Ola bilər, çox tərbiyəli ailə olsun. Məsələn, o deyir, ailə tərbiyəsi görmüşəm, belə zarafada bir söz var. Deyir, nə yaxşı uşaqdır, deyir, ailə tərbiyəsi görmüşəm. Yəni, o nə qədər olsa, ətraf mühitin böyük bir sıx əlaqəsi var. O, uşağın nə deyirlər, böyüməyi ilə əlaqəsi. O, bizim ətraf mühit belə insanlar idi. Bir-birinə hörmət, yəni o mədəniyyət yüksək səviyyədə idi. Məsələn, qışqırmaq yox idi. Küçədə, özdə biz mərkəzdə idik deyə, mən sonra başa düşdüm onu, biz sonra gənclik tərəfə köçəndə, deməli, bu ev kiçik xalam gibi, burada babamın evidir deyə, o elə bir ki, nə deyirlər, qismət oldu kiçik xalama. Ki, biz köçdük orada, ev almışdıq. Onu da mən evdən düşəndə, gənclikdə yaşayan vaxt, deyirdim ki, evdə indi hər valideyn narahat olur uşaq üçün də, oğlan uşaqdır, qız uşaq olsun, fərqi yox. Bəs, məsələn, hara geysən? Artıq mənim bir, nə bilim, neçə yaş, 15-16 yaşım vardı. Deyirdim ki, şəhərə gedirəm. O mənim yadımdadır. Birdən barmağımı dişlədim, yadıma düşdü ki, o mərkəzdə yaşayan vaxtı, aşağı düşəndə deyirlər, hara geysən? Deyim, aşağı düşürəm. Aşağı necə? Bu tərəfə çıxdım, o pasajlardır, 2 pasaj. Oradan da çıxırsan Targovaya. Yəni ki, hələ bir həyətdəsən də, yaxında idi. Bu tərəfə də çıxdın, bulvara çıxırsan. Dəniz kənarı bulvara. Yəni, demək istəyirəm ki, bunlar hamısı şərtdir. Harada böyümüsən, kimlə böyümüsən. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. Xoş izləmələr. Biz o vaxtı böyümüşük, uşaq idik. Bizim də uşaqlığımız 60-cı illərə təsadüf edir. Beatles, sonra Deep Purple, məsəl, bu qruplar var, Bee Gees. Belə şeylər vardı. Məsəl, yəni, biz də onlarla böyümüşük. Amma artıq yavaş-yavaş, 90'da başqa cürə. Ondan sonra yavaş-yavaş, mən o məsələni bir şey danışım. Mən İsraildə biz qastroldaydıq. Deməli, orada gözəl bir klarnet ustasıdır. Doğrudan əla muzikandır. Cavan uşaq deyil, belə bir sənədə doğrudan ailə tərbiyəsi görmüşəm. Tərbiyəli, ədəb-ərkanlı David Davidov. Adını da deyə bilərəm. Yəni ki, şəkillərimiz də var, mənə də müşahidə edib orada. Deməli, dedim ona ki, ola bilər bir balaca səsim xırıldayır. Sən deyirəm, bir çalğıya diqqət elə, mənə yəni boş qoyma. Yəni müşahiddə belə ki, araları doldur ki, dedi ki, mənə, yəni sözümün canı o da öyle dalıdır. Dedi ki, siz deyir, lap xırıldasınız da, o dilim ola bilər də. Dedi, o deyir, indi ki, o oxuyanların deyir, hələ bir yüzünə bərabərdir. Hələ onlar əla oxumağı, sizin hələ o şey bəs. Dedim, çox sağ ol, dedim, mən sizin mahnılarınızda böyümüşəm, bir dənə sualım var sizə. Maraqlıdır, dedim, buyur.
Dedi ki, ödə o, deməli, Yahudidir, amma səhv eləmirsə Türkmenistandandır. Yəni, Türkmen, o sonradan gəlib ora. Dedi, biz deyir, sizin mahnıları doğrudan da bizim neçə musiqimizi müşahidə edib o. Bir çox bizim müğənnilər üçün. Dedi ki, necə, mən başa düşmürəm. Siz o ifa elədiyimizi biz indi işlədirik. Ondan həzz alırıq. Onu biz elə bir ki, qufqa kimi də çəkirik özümüzə. Onu ödə belə də işlədir də düzgün. Amma deyir, sizdə indiki zamanda, mən deyir, sual istəyirəm, örgənim də var. Siz başqa şeyə yönəldirsiniz, çalğını. Yəni, biz sizdən həsrətlə qulaq asmışıq, onları götürmüşük. Amma siz başqa şeyə aparırsınız da belə. Qaldım, nə cavab vereyim? Yəni, biraz belə o loru dinləndiyimdə İndokitay musiqisinə keçmişik. Musiqidən danışdıq, o yaralı yerimdir mənim, məsələn, mən onu həmişə deyirəm. O ritmlar ki var, məsələn, 6-8-ə belə deyək də, bizim o 3 baran bir qoz belə deyirik. Onun da növləri var axı, hələ bizim özümüzdə. Amma valla heç bir növünü çox vaxtı mən eşitmirəm. Yəni, demirəm, hamısına şamil eləmirəm bunu. Amma çox vaxtı Özbəkistana keçir. Yəni, bilən onsuz da bilir, nə deyirlər, musiqiçilər də başa düşür mən nə ilə. O bölgesi var da ritmi. Özbək ritmi. Sonra, deməli, Fars ritmi. İran musiqi çox zəngindir ya, çox zəngindir, söhbət ondan getmir. Amma, axı bu bizim mahnıdır, ritm də bizim olmalıdır da, düzdür. O belə şeylərə, yəni ki, üstünlük ona verilir. Mənim yadımdadır bir neçə verilişdə mən münsiflər heyətinin üzvü olmuşam, oturmuşam. İstedadlı uşaqların, məsəl, nə deyirlər, üzə çıxmağı, özümüz də görmüşsünüz, bilirsiniz. SMS-la, SMS-la bir şey oxumaq üçün SMS gəlirsə, o pulla bağlı olan şey, o ruhla bağlıdır, pulla yox. Yəni, bir də görürsən ki, ümumiyyətlə oxumaq sənəti, musiqidir, bu hamısı bu ruhla əlaqəli bir şeydir. Bir də görürsən ki, bax, mən öz payıma deyim, görürsən ki, pul da var, hər şey də var, gəlmir, o təbii gəlmir. Oxuyursan, yola verirsən. Amma mən bilirəm ki, o deyil. Amma cəmaat hamısı razıdır. O da bir profesionallıqdır. Yəni, bacarasan ki, onlar bilməməlidir. Sənin nastroyenin büyün var, yoxdur. Amma bir də görürsən, orada nə pul var, heç nə yoxdur. Amma o gəlir də, o nastroyeni. Bir də görürsən, saat gecə 12-dir, məsəl, toy qutar. Orada bir də baxsan, saat 1-də toy gedir, nə barədə? Dayanmırsan, yorulmamısan da. Belə şeylər də var. Yəni, bunlar o pula bağlı olan şeylər. Olub ki, məsəl, demişəm ki, yaxşı, bəs bu axı əladır. Yəni, bu oxuya bilmir, tutaq. Mən buna məsəl deyirəm də, indi 10 bal idi, tutaq deyir, mən buna nə verim, ona 0 verim, 0 da olmadı, gələk nəsə demə, 2, yox, nə olsa, olmaz, ona 2. O, məsəl, tapşırılıb, ona gələk sən heç olmadı, mən onu deyim, belədirsə, yəni mən yalandan deyə bilmənəm də, məndə o yoxdur. Üzümdə də yazılır ki, dəyişdi görsən, əhvalım çalar, bu nədir? Yəni, belə şeylər var. Adam var, deyir ki, yaxşıdır, ağa deyir, sürdəriyə, olmur, o yaxşı oxuyursa, o elə əladır da. Ona mən necə mənfi qiymət verim da, obursuna müsbət verim. Yəni, belə şeylər var. Bunları nəzərə alaraq, onu gözləyirəm, əgər doğrudan da o ədalətlə əgər qiymət verirsənsə, onda gələk ədalətlə verirsən qiymət. Yoxsa yox, vermirsənsə heç şeyim. Yəni, mənim o şuarımdır da, məsələn, bir şey demişəm ki, ya işi gör, əməlli gör, ya da görə bilmirsən, yola verməyinə gör. Deyinə heç mən bunu bilmirəm, eləmirəm. Ümumiyyətlə bir şey deyim də, musiqi belə bir şeydir ki, birindən soruşurlar, musiqi nədir? Deyirsən, mənə deyinən dinləyici, tamaşaçı kimdir? Onda mən deyərəm, musiqi nədir? Doğrudan sözün əsilməsi, nəhəng bir sənətkardır. 70 dənə onun, belə deyək, indiki dinləndə baxışı var, tutaq, nə bilim, neyi var. Bir də görürsən, dəxilsiz bir adamdır. O görürsən, onu 70 burada, 7 milyon oradan məsəldirəm. Gör, nə boyda. O nə deməkdir? Deyirlər, o deyir, hamısı deyir, o ələkdən keçir, deyir, yavaş-yavaş süzülür, gedir. O qumu şeydən keçirdi sana, o daşları. Düzdür. Amma iş odur ki, mənim şey deyirəm, yaxşı, bu nə qədər olacaq? Biz onu görməyəcəyik artıq. Yəni, bizim nəsil
artıq yavaş-yavaş yaşlanırıq da. Biz onu istəyirik, biz də istəyirik görək onu. İndi maşallah olsun bir balaca o televiziyalar nə deyirlər, düzəlir. Çünki mən açığı neçə vaxt məsəl mən bir 2 ilə yaxının efirə çıxmıram. Ki, yəni bugünkü efirimizdə deyirdim əvvəl, yadıma gəldim, yox, gəl onu baş sonraya saxla. Sonraya saxlaya, sonra dedim, yox, qoy, çəkəyim bunu. Ne deyirlər? Bir eşitsin də, yəni ki, mən deyir, elə bilirlər ki, mən deyir, bir ara yadıma gəldi, daha bu ölüb filan kes, nə bilim, belə axmaq şeylər çıxmışdı. Dedim, biləm, deyərlər ki, ölmüşəm, yox, sağam. O, atlar ölüb, məsələ var. Dərd bilsən nə? Dərd odur ki, atlar ölməyib baxıyı, diridir. Ona görə dedim ki, qoy bir də deyim bir gün, fikrimi deyim, fikrimi söyleyeyim, yəni necə fikirləşirəm. Televiziya, necə deyim, sredstvo massov informasiyada, yəni o Azərbaycanca, mən Rusça oxuduğum üçün bəzi sözləri biraz üzrli Rus dilində deyirəm, mənə elə rahatdır. Baxırlar, o adam ki, baxmıram ha, bu yalan söhbət. Lap axır vaxtlar açığım deyim, mən də baxırım, axır vaxtlar mən də, dedim yox, mən də baxmıram. Ancaq xəbərlər, amma indi yavaş-yavaş maşallah olsun, bilmirəm də indi nədəndir bu, gənedirəm, amma düzəlir yavaş-yavaş. Demək istəyirəm, hamısı ona baxır. Orada nə verirsənsə informasiya, o insana beyninə həkk olunur. Onu cavanlar da baxır, gənclər də baxır. Ona görə mən həmişə deyirəm, yaşlı nəsildə nümayəndələrinə, mən bizdən danışıram musiqidən. Deyirəm, balam, düz danışmırsan axı. Sən köhnəsən, sən bilirsən. Deyirəm, söhbət məndən getmir. Söhbət odur ki, mənə çıx. Axı o gənc oturub baxır, elə bir ki, sən deyən, elə sən deyəndir. Elə düz odur. Amma o da öyle axı. Bəs bunun yanında bu da olub, o da olub. Yəni, indi mən belə danışıram da, yəni Arifə bir işarə. Yəni, tək qənd deyil tutaq ki, bunun yanında pirojna da olub. Məsəl deyirəm də, yəni tort da olub, nə bilim filan. Bəs, da, deyirəm, da yox, bəs o onu bilmir axı. Onu deyəndə, onlara da adını çək də, yəni o söhbətləri də elə. Ki, düzgün informasiya alsınlar. Bax, mən inandırıcı, bax, indi kamera qarşısındayım da, bax, hələ bir ki, qabağımda televizordur. Bax, mən özümdən deyim, baxırdım elə, ona görə də gedmirəm də. Adam da var, gedirdi dostlardan, sonra bir gördün deyir, başıma o, deyim, abanam, taksir onlarda deyil, taksir səndədir ki, sən oraya gelib çıxmırsan. Görürsən ki, bax, ölmürəm ki, gedmirəm. Eşitməyim, görməyim. İndi nə demək istəyirəm? Bax, televizorun qabağında oturmuşum, hamı tutaq ki. Bax, belə eləyirdim, bax, məndən asıldı öyle ha. Yəni, vay da, belə. Keçirdirin başqa, məsəl, kanala, məsəl. Onu da deyim ki, məsəl, bir də görsən, mən həmişə demişəm, onu apardılar. Deyim, abalam, efirə çağıranda bir ailə tərbiyəsi görmüş, belə deyim də, insan çağırında, niyə görürüm? Necə danışır? Bir də görsən, fonogramma getdi. Sən deməli, oraya elə mədəniyyətsiz adam çağırmısan. Belə deyim, mədəniyyətsiz yox, tərbiyəsiz. Ki, ola bilər, nəsə elə bir şey deyib ki, efirlik deyil, mən razı. Yox, başqa şey deyirsə, onu niyə görə kesirsiniz? Qoy desin də bu adam. Sonra da niyə görə? Sonra gəlib baxır özünə ki, mən filan şey deyirdim, onu vermədilər. İndi orada əgər sən nəsə, nə deyirlər, qanuna zidd olan belə mövzular var da, ona toxunmusansa, o sözsüz ki, o heç eləməməlidir onu, kesiblər, əcəb ediblər. Əvvəl nə dedin, o gedirdi. O çox başlar ağrıdı ona görə, yəni ki, ifaçılardan da çıxan şeylər vardı, artıq belə hərəkətlər, səsdən danışıram. Yəni, amma iş odur ki, əgər bu normal insandırsa, o, necə deyim, o orada onu danışmamalıdır. Onu əvvəlcədən, o nə deyirlər, dərsin örgədin buna da əvvəldən, o efirdən qabaq ki, filan şey eləmə, filan şey eləmə. Əgər bu adam özü çatmırsa, o ki, onu demək olmaz. Adi bir şeydir də, məsələn. Biz görmüşük diktor məktəbi olub. Kimi deyim, Natavan xanım deyim, yəni biz uşaq idik o vaxt, sonra Tamilla xanımı deyim, yəni Afeli xanımı deyim, Rafiq Hüseynovu deyim. Biz bunları sonraki nəsillər də var da, məsələn, Nərgiz Cəlilov. İş odur ki, burada böyük bir, bu məktəbdir, doğrudan məktəbdir bu. Nəfəs institutda biz onu keçmişik incə sənət institutda, necə alasan nəfəsi ki, oxumaqda da o var. Sözü axıra qədər çatdırana qədər nəfəsin çatsın. Bir də görsən söz var, istəyirsən deyəsən, nəfəsin kesildi, qutardı, düz almamısan nəfəsi. Nəfəsi fikir versəz köhnə, diktir, adi bir xəbərlər proqramı. Oxuyanda, tutaq ki, o
nə deyirlər, qabağında temanı. Elə oxuydular ki, axı biz onun oxuduğuna baxmırıq, onun üzünə baxırıq ekrandan. Bu hissə var, bu hissə. Bura tərpənmirdi. Nəfəsi düz alırdı. Cümləni axıra qədər çatdırırdı. O bir məktəbdir. Yəni, orada şou göstərmək söhbətindən getmir söhbət. O vaxt heç belə verilişlər də yox idi. Məsəl ki, indiki kimi də o show business sözü də ümumiyyətlə yox idi. Yəni, mən köhnə çəkilişlərə baxıram, görüm, yəni, bugünkü gündə incəsənət ustaları belə idi müraciət. Biriz, insanlar da o deyir, qapıdan qovusan pəncərədən girir. O yox idi. Adi bir mahnını 10 nəfər adam oxusun. Onu da hərəsi bir cürə öz dəsti xətti ilə oxuyacaq. Hə, iş bu, sənət budur. O, ne deyirlər, inkişaf budur da, yəni. O, biri desə ki, necə var elə şey edeyim, yox. Yəni, eyni mahnını, o dünya baxışı, belə deyim də, baxış nöqtəsi, belə deyim, ayrı-ayrıdır. Hər adamda bir cürədir. Bir şey də var, indi yaman bu dəbə düşüb, toyum var, toy binəyə qədimdə ömür boyu olub musiqiçidir. Musiqiçisənsə, yəni toya gedən musiqiçi, bu toy olub da həmişə. Yəni, onu niyə lazım o qeyd eləmək ki, toy o vaxtı, belə deyim də, o estradnik vardı, narodnik vardı. İndi mən həm onlarla işləmişəm, həm bunlarla. Estradnikların bir sözü vardı. Xaltura yes. Xaltura, yəni, biraz pis çıxır mənası, yox. Xaltura olar, əlavə qazanc mənbəyinə deyirdilər. Yəni, toy xalturadır. Yəni ki, biri var, sən konsert çalırsan, səhnədəsən. O başqa şeydir. Bir də o qıraqda əlavə qazancdır. O həmişə olub. Nə demək istəyirəm? O vaxtı biz toyla başlayanda, deməli, Seyid Rustamovla başlayırdıq. Mən şəxsən özüm. Tez elə, bu şey, elə şey yox idi. Qızıl xırdalıysan, görürsən ki, məsələn, amma onu indi, onu görə dedim də, mənə deyilən tamaşaçı, dinləyici kimdir, o deyərəm musiqinin. Seyid Rustamovla başlayırdıq, hardasandan, getmə. Belə şeylərlə, Rauf Qacıyla. İndi şöyle ki, mən gənə də onu saxlamışam, amma əvvəldə bir balaca, nə qədər ki, yeri var, onu eləyirəm. Oxuyuram onları. Bilirəm ki, sonra bir balaca, indi toy herhalde biraz içki məclisidir. Sözsüz ki, orada, məsəl, o nastroyeni qalxandan sonra, onu mən bilirəm ki, hələ ki, ayırdılar. Başa olmasa ona qulaq atsınlar. Sabahları o, nə deyirlər, video, kaseta, o vaxt kaset idi, indi flaşkaya baxanda, desin ki, bu əməlli başlayır, neçə vaxt keçəndən sonra. İndi mən istəyirəm ki, biz onunla başlayırıq. Zalda, bir dənə milçə ütsədə eşidilirdi. Hamısı belə yandırırdı. İşıq biraz azalır axı, lirik oxuyanda. Belə yandırırdılar şeyi, sən deyirəm. İndi bu spiraldir də, o vaxtı belə, belə, əl-ələ verib, oturan yerdə, belə, hələ bir ki, belə, yəni o adi bir şey idi o vaxtı. Yəni ki, normal məclisdir, normal oxuyandırsa, onun üçün bu, yəni o mövzuları verirsənsə, o cəmaat da reaksiyanı elə verirdi. Amma sonra yavaş-yavaş başqa cürə də, yəni, mənim heç yadımdan çıxmaz bir məclisdə idi, o artıq o, nə deyirlər, o durğunluq deyim, yoxsa sonraki illərdə, o artıq hansı ki, mən demirəm, o bəyənmədiyim illər. Gəldim, görüm, şəhər Bakı məclisləri adətən kampanyalı saat 7-dən sonra 8-in yarısı filan başlayırdı, beygəlin gələni. Bir də görüm, ağsaqqal kişidir, indi mən də məclisi özümü aparam, idarə edirdim. Əvvəl tamadalar vardı, alt çəkməklə bitməz, yəni, kimlərlə işləmişik də, yəni o vaxtlar çox düşmüşük məclisə, Telman Rəhmətliyin Adı Gözəlovla, Ramiz Əzbeyli ilə, yəni, bir çox adam, yəni, ad çəkə bilərəm. Nə demək istəyirəm? Sonra elə oldu ki, burada da belə dəyişiklik oldu. Ev yesidir ki, əşi, özün şey elə, necə məsləhətdir? Artıq özüm idarə edirdim məclisi. Mənim əlimdədir mikrofonda, o nə deyirlər? Mən görürəm, o oyunu görürəm, o futbol termini işlədir. Görürəm kim, necə, nə. Məncə o barədə rahatdır. Bir də görürəm, ağsaqqal bir kişidir, gəldi, yaxınlaşdı mənə. Ərzim mənim, Rus dillidir, amma Azərbaycan istəmir. Babasıdır da indi, kiminsə indi, bilmirəm. Mən hələ ki, bir tərəf görüb, o bir tərəfin yəqin babasıdır. Diskoteka açan olacaq. Meclis təzə başlayıb, hələ, necə deyim, vaqzalı təzə beygəlin gelib oturub,
vağzaldan sonra bir rəqs ediblər Avropa sayağı. Məndə elə bir şey quruluş idi də. Özləri rəqs edib, gəlib oturdurmuşam bunları yerində. Yəni ondan sonra indi mən məclisə açıq elan etməliyəm, rəsmi açılış. Yəni bir gəlin oturub valideynləri çağırıram, dəvət edirəm, açılış eləsinlər. Neyse, uzun sözün qısası. Kişi yaxınlaşanda belə vaxtsız yaxınlaşdı. Dedim, olacaq, narahat olmayın, Ağsaqqal. Hə, mən də elə bilmişəm, bu söz demək istəyir. İstəyirəm buna sözü verim. Bir də görüm, yo, diskotek. Dedim, olacaq, indi bir saat, bir balaca, birazdan, belə də. Yo, biz indi istəyirik. Qaldım belə. Dedim, yaxşı. İndi o, mənə də xanım, diskotekin şeylər oxuyur da. O vaxtda əvvəl indi bir saat o yoxdur, min disk vardı belə, mən kafel deyirdim ona. Kafel oxşayan balığı. Dedim, o kafeli saldıram ora, qız da qaldı belə uşağı var ki, mənim öz ansambılım. Dedim, şimdi ev yeyəsi istəyib də, bunu istəyib. Da neynəmi? Hə, qız çıxdı, indi mən də baxıram, oturmuşam. Qıza verdim mikrofonu, oturmuşam. İndi baxıram, deyirəm, görəsən, bu, mənə yeri gəlmişkən, dedim, qıza verdim, Aygün Melikova işləyirdi mənə, Almanyada yaşayır neçə illərdir. Çox əla bir müğənni idi, özü hər tərəfli. Whitney Houston'ın oxuduqlarını oxuyurdu, hələ bir gözlüyüm hələ belə oldu. Miray Kerry'dən deyim, yəni kim çox əla idi, həm Narodni var idi, həm belə. Neysə, dedim, Aygün, çıx qabağa, yəni ki, oxu. İndi mən də oturub baxıram ki, yaxşı, bu qız oxuyur o heç. Görün bu kişi kim üçün bunu sifariş edib? Bu kişinin bir 75 yaşı var, tutaq ki, bu yəni nə olsa yaxşıdır. Gördüm ki, çıxıb zalın ortasına, cavanlar oturub, təzə oturublar, elə siftə eləmirlər, çörək yiyir. Gördüm kişi belə, ha, gəlin. Onda dedim, kül bizim başımıza, öz payıma. Gör, bu Bakı Meclisi əvvəlki necə idi o sözümün qüvvəti? İndiki gör necədir ki, baba özü diskoteka gəlib zakaz edib, özü də toy başlayan dəqiqəni. Lap bir maraqlı bir şeylə rast gəlmişəm, son illər. Heç musiqiçi lazım olmur ki. Bir dəfə mən elə bir iştirak elədim, belə bilməyəcəksə. Dedim, mən gələcəyim, nə qədər, yarım saat gələcəyim mən. Və ümumiyyətlə, mən indi öyrənirəm, musiqiçi kimdir? Yəni ki, mən onsuz planşetimi götürüb gəlirəm. Orada indi minusovkalar var, hazır. Oxuyuram üstündən, yəni çalğılar oradadır. Amma elə olur ki, məclisdə elə musiqiçi olur ki, heç ona ehtiyac olmur. Hələ necə açmıram onu. Deyirəm, hə, filan kes, dava filan. Yəni, sözsüz elə də canlıdır, belə də. Amma biri var, çalğı da canlıdır. Soruşdum, musiqiçi kim? Dedi ki, musiqiçi yoxdur ki. Dedim, başa düşməyəm, bu ad günüdür, o. Qabaq Komsomolski o ad günləri var, deyir. 3-5 nəfər. Hə. Dedi ki, yox, toy. Necə toy? Dedi, o bey də var, gəlin də var. Özdə belə şey toydu ya, belə yəni ədəb ərkanlı, əməlli baş toydu. Dedim, biz onda bir dənə sual, kimdir? Deyirsən, dedim, mən onsuz işimi görəcəyim. Amma mənim üçün maraqlıdır. Dedim, heç bir şey, DJ-dir. Deməli, DJ deyildik də bizim DJ. Deməli, sonra bir dənə qız oxuyanda, o da necə, belə də yəni o adi Rusiya estradası, ya da nəsə belə xarici şeylər, nümunəvi. Neçə dənə oxuyucu, mən yarım saat, bir də kimdir, bir də aparıcı. Tutamadım. Dedim, belə şey olur. Dedim, yaxşı, bizdən biri, bir aydın məsələdir, mən musiqiçiz gəlmişəm, yəni musiqiçilər yoxdur. Birdən biri gəldi, bir məsələ tərəkəmə istədi. Dedi, problem yoxdur, tərəkəmə. Bastı, getdi orada. Dedim, onda məni neyin üstələ, mənim də yazılarım vardı. Onu da oradan basın getsin də, mən güya ki, elə şeylər də görmüşəm. Yalandan kiminsə yerinə ağız açıb oxuyanlar da olub. Hələ ki, sən oxuyursan, yazıda. Amma mən açıram ağzımı, yalandan oxuyuram. Belə şeylər də görmüşəm. Yəni, demək istəyirəm, bunu da gördük. İndi, onu da qoy danışım, o gülməli bir şey, söhbət deyəm. Bir dostum var, bir ruskayızlıqlı molla dillərdə, molladır. Mən belə əməlli başlı molladır, yəni açansa o da mənə kimi rusça oxuyub. Deyirəm, indi məhrəmliyi vaxtıdır. Dedim ki, buna görəndə, dedim ki, yaxşı, səhv eləməmsə, yəni şəhər uşağı keşlərdir deyəsən. Dedim ki, mənə var. Dedi, işlər necədir? Demək ki, iş olar indi bu vaxtı, adamdan iş soruşarlar, məhrəmliyi vaxtı, nə iş, yəni ki, bir toylar. Deyirəm, sizdə necədir? Bir ola bizdə də yox deyək.
Dedim, yaxşı, mən başa düşmürəm. Toy eləyən yoxdur, bildik. Bu, ölən də yoxdur, yəni, deyirəm. Yəni, İraqda, yəni ki, evdən İraq. Yəni, belə də zarafat, yəni. Dedi, ay, yox, ölən də var, hər şey var. Dedim, sən bu Kütay köpək uşağını tanımırsan. Demiş, deyir, bir dənə başdaşı düzəldiblər, flaşka ilə. İndi o dixoşluq edir. Flaşkanı salsan, mənim yerimi deyir, Allah oxuyur orada. Daha məni eləyirlər. İndi, yəni, belə şeylər də var da. İndi, o qədər o inkişaf, sən informasiya olmaq yaxşı şeydir. Bir o çox olmağı da yaxşı şeydir öyle. Очень хорошо, Ruslanın bir məsəli var. Тоже не хорошо. Yəni ki, qabaq biz gedib kitabxanadan bir informasiya öyrəndik. İndi belə sənə, məsələn, Alisa, ya nə bilim kim. Orada var axı. İskustunun, hə. Yaxşı, filan şey necədir? Oturduğun yerdə, çay içən yerdə sənə onu dedik. Yəni, sənə üçün olub bir sənə də əl çatan da, əl çatan. Hə? Rahatdır, yəni. O rahatlıq olanda da biraz açığı adam tənbəlləşir. Adını çəkməyəcəm, yaxın dostumdur. Çox məşhur bəstəkardır bizim Azərbaycanın. Onun sözü olmasın. Deyir, öşü deyir, bu iskustunun intellektdir. O ki, onunla, belə deyim də, biri var bəstəkar, biri var iskustunun intellektlə, nə deyirlər, idarə edən o, operator, o işləri görən, o texniki bir personal sayılır. O, bəstəkar deyir ki, bir dənə yalanla deyir, bir dənə A elə, A bastı ora, o A elə oldu mahnı. Məsələn, söz də hər şeydir. Deyir, elə bir adamla deyir ki, o boyda neçə illər adam həyatın qoyub o işə. Yəni, deyir, o yazdıqlarım var. Onları mən 2 dəqiqənin içində bu dəqiqə deyir, bunun 5'ə, hələ bir ki, bir məsəl deyirəm, 100 dənə mahnı yazmışam, vurum onu 5'ə, eləyim onu 500. Hərəsi bir cür. 500 dənə mahnı bu dəqiqə çıxartdım. Yəni, indi məsəl, mən o işləri bilmirəm. Tutaq ki, məsələn, nə bilim, bir həftəyə onları mən hamısını sənin üçün yığım, 500 dənə mahnı çıxartdım, qoyum qabağı. Danışır mənə üçün, mən deyir, qaldım belə, daha mən onda... Yəni, o musiqiçi söhbəti də, həmin söhbət. Mən təvəzzükar insanım, belə durub danışsam, uzun danışacağım. Bir neçə filmlarda iştirak eləmişəm. O cümlədən Rusiyanın da, yəni seriallarında, 2 serialında iştirak eləmişəm. Sözüm onda yox. Amma ora gedmişdim, orada çəkilmişəm. Efirə gedib, gedməyib, bilmirəm, xəbərim yoxdur. Sözüm onda yox. Sən necədir? Teatrla kinonun fərqi nədir? Hələ bir kino fonoqramadır. Nə barədir? Bir dəfə gəlirsən studiyaya, bir dənə yaxşı kökləyirsən özünü, və əziyyət çəkirsən, düzdür? Yazırsan onu 1000 əziyyətlə. Onu düzüb qoşu oldu əla. Bu getdi ömürlük. Amma teatr canlı ifadır. Eyni bir şeydir. Mən oxumaqla tuturam onu. Eyni bir şeydir. Çünki nə üçün? Hər dəfə onu sən orada, axı yazı deyir o, jivoy oxumalısan. Necə jivoy oxuyursan, orada da jivoy ifa edirsən rolü. O rolü, gerək, indi insandır da, məsələn, bir gün sesi işləməz. Bir gün bizə aiddir. Aktördür, bir gün keyfi olmaz. Qanı qara gəlir. Tamaşadır. Axı cəmaatın günahı yoxdur sən gəlmirsən. Sən onu tam verməlisən. O səviyyədə necə ki, bilet alıb, gəlib oturub sənə baxır. Ona görə o hər dəfə canlı, o çətin məsələdir. Bu bütün işlərin başında dayanan puldur. Niyə görə bunu hara aparıram? Deməli, bir dənə 100% götürəndə 99'u işlərin həlli puldur. O 1% var ha. O da canın sağlığıdır. O heç, yəni onu çıxmaq şərti ilə. Canın gerək sağlam olsun. Onun xeyir, bərəkətin, belə deyim də, ləzzətin görəsən. Yəni, nə olsun, milyonersən, amma ki, İraq elə bir xəstəsən ki, heç, nə deyirlər, dərdibə dərman yoxdur. O da var. Onu çıxmaq şərti ilə, o heç. O Allah Taala'nın işidir. Yəni ki, canı insana sağlam olandan sonra pul hər şeyi həll edir. Qalan hər bir şeyi. Bu, bir eski cəmaatın açığı deyil. Kimdən soruşsan, indi məsəl, bizə qulaq asan da, baxan da, o tamaşaçılar da, kimdən soruşsan ki, nə istəyərdin? İş odur ki, pul rahatlıq üçün də, məsəl, mən istəyirəm ki, tutaq ki, bu limondan yiyeyim, məsəl, ya da bu çaydan içim. O deyir, pulu və şəkilini çəkdirir, nə məsəl var. Bu pulun oldu, bunu da alırsan, onu da hər şeyində, deyirsən ki, necə ola bilər ki, başqa cürə? Bax, budur. Onda sənin üzün də gülür. Və də fikir ver, o pulu olan adam
Varlı adam demeyeyim, çünki o varlı adam o böyük söhbətdir, o bizlik deyil. O başqa bir şeydir, o mövzuya toxunmuyor. Amma ki, belə deyim də, özünə görə pulu olan adam, problemi olmayan adam, pul neydi? Problemləri həll edir. Neysə çatışmır səndə nəsə. Tutaq ki, gedib onu həll eləyirsən. Neyin hesabına? Pulun hesabına. Aldın, rahat oldun. Nə bilim, maşının xərab olub, pulun yoxdur. Qaldın böyrü üstə. Maşın sürən adamlar bunu başa düşür. Qaldı, necə mən neyiniyim? Adam bir avtobusla gəlir, elə deyir. O adam örgəşib ona. İmkanı, var imkanı, nə problemdir? Onu düzəlt, getir, gəl həyətə. Elə şeylər də var. Heç mən getmirəm, gəl apar, düzəlt, getir, gəl həyətə. Pulumu minnət. Mənim Amerikada yaşayan bir dostum var. O Qaya ansamblının üzvü idi asansa. 90-cı ildə köçdü getdi. Ailəsi ilə köçüb gedib New Yorkda yaşayır. Ona dedim ki, Rauf, sən mənə bir dənə başa sal. Bu Amerikada hamısının üzü gülür, bir-birinə, o var da, o Avropada da. O soğuk, ona deyirlər növbətçi gülüş. Dizurna olub o düz deyir. Yəni ürəkdən gülmür ya, amma ləzzət edir adam, üzböz gəlir sənə. Deyim, o necə olur bizdə? Deyir, bir sən nəyə görə? Mən deyir, onu çox fikirləşmişəm. Neçə ildir oradadır. Dedi, çünki onlar, biz yox ha, orada yaşayanlar. Daxili, belə deyim də, xarici ilə daxilisi, özü ilə qarmoniyadadır. Bilin necə? Daxili aləmi də, xarici aləm, belə deyim də, özü ilə qarmoniyadadır. O vəhdət təşkil edir qarmoniya. O qarmoniya vəhdət təşkil edəndə, onda deyirsən, onu görə deyir, adi bir şeydir. Görsən nənə, qoca nənədir, 80-85 yaşında. O Rozovaya staruşka deyirlər, əlində saçok, o kəpənəyi tutan var, belə. Qaçır kəpənəyi dalıydı, o kəpənəyi tutur. O, xoşbəxt adamdır ki, o kəpənəyi tutur. Ona baxırsan, görsən ki, Roadstar şeydən düşüb, tutaq, BMW-dən ya Bentley-dən məsələn. O maşın onun üçün adi bir şeydir, heç nə deyil. Amma kim ki, buna baxır, gör nənə nə sürür. Adi bir şeydir. Mən Qallandiyada olanda gedmişdik, deməli, gül bayramına düşmüşdük. Gül həftəsi deyirlər ona. O qara tülpanlar var, Amsterdamda da, yəni oranın paytaxtında. Onları mən gördüm. Deməli, yaşıllıq, ağac, market deyir, yəni təbiyyətlə əlaqəli dükandır, böyük dükandır. Gedim belə-belə Karlikovu, balaca böyüdü bilə onu, üstündə yazılıb, mənə 33-ci ilin, nə deyirlər, istehsalı ki, böyüdü bilə onu. O budur, palıd ağacından tutmuş, lüboy ağac. Bir də arvad girdi, mən deyən arvadlarım. Girdi o ağacı götürüb, onun hər şeyi var, hər şeyi. Ona bir dənə bu ağac çatmır. Bu ağacı istəyir, bu boyda da ağac. Üstündə o yuva olur ya, o da var. Ki o dərəyin yuvası olur, belə, o qədər. Onu düzəldiblər, düzəldmir, belə canlıdır. Sulamalı sanırlar, balaca, mikro. O, necə doğuşanlar var, balaca doğuşan, nə bilim, o karlikov, bu da ağacdır. O ağacı belə əlində bir belə baxdı, bu dəridir ki. Çıxdı, getdi, oturdu o üstü açılan kabriolet maşınına. Xodları ağaca baxa-baxa, sürdü, getdi. Yəni, onun heç bir problemi yoxdur. Onun ancaq problemi o ağacdır. İndi bir dənə sual verim. Belə bir adam, o nələdən danışır, nələdən gedmir söhbət. O səviyyədə olan insan pis rəy yazar, onun hər şeyi əladır. Tələbələr də ki, məndə var, tələbəm var, Amerika Birləşmiş Ştatlarında yaşayır, neçə il heç xəbərim olmayıb o köçüb gedəndə. Deməli, mənlə bir ansambl düzəltmişdim, orada mənlə çalışıb, yəni oxuyub Hüseyin. Arada şeyləri də var, çıxır orada bölüşmələri zadı filan, musiqi ilə əlaqəli. Deməli, biri də Elnur, mənim tələbəmdir. Tələbə bilsən necədir? Tələbə biraz qəliz məsələdir, biraz hövsələ olmalıdır. Mən məsələ o Elnura deyirdim ki, mənim yanımda da o Quliyev, Elnur, YouTube-da da var onun şeyləri, mənlə bir neçə il işləyib. Amma durum, yəni belə tutum, oturum ki, bunu belə elə, bunu belə dərs belə olmayıb. Mən o türə tələbə mən qəbul eləmirəm. Necə? Yanımda işləyib bir yerdə, çalışmışıq müəyyən bir yerlərdə, məkanlarda. Demişəm, mən neynədim? Sən yaz. Əgər magnetofonun işləyirsə, o yazan hissəsi. Onun adını qoymuşdu Promakaşka. Xerox da, yəni o qabaq kağız vardı dəftərin içində. Belə elə çernili
Eyni bir şey. Bir də görürsən ki, kimiz. Dedim, ha, görürəm var da maraq. Dedim, gəlib şu an mahnı kimiz oxuyaq. Mən oxuduğum şey. Yarısın sual-cavab kimi. Ki, belə şeylər, eləmişim, yavaş-yavaş gördüm, ha, bu şeydir. Amma iş odur ki, o adamın özündə sonra biraz məndən ki, başladı tək işləməyə gördüm, ha, biraz unudur. O çünki adamın geri öz qabında biraz oldu. Demək ki, bəs dedim, yastı oxuma. Yastı da biraz deyirəm, xuliqan şeyləri elə də, yəni ki, yaxşı mənada. Biraz o, mənim bir sözüm var, məndə bir sözlər var, arada uşaqlar ki, azdır. Biri var, atalar sözü. Bir də var, Ceka var, Ceyhun, mənim dostum deyil, o da mənə həm yaşdır, Novxanlı balası. Yaxşı da musiqiçidir, çox yaxşı musiqiçidir. O mənə deyir ki, mənim də hər şey yadındadır, işləyib mənə bir dedi, biri var, deyir, atalar sözü, o qədər deyir, şeylər demişsən, yapışır da o söz. Deyir, dili arzunun sözü. Belə, yəni ki, bəzi sözlər var. İndi, yəni demək istəyirəm ki, o şeylər ki var, onu gerək işlədəsən, özündən də bir şey gəlsin də o, nə deyirlər. İndi, örgəndən sonra özün o reysə qoyuldun, sonra gerək onu da inkişaf elətdirəsən. Sonra gül işləyib mənə, bizim Bakinski. İşləyib mənə, yəni mənə işləyib, çox şeylər, xətrimi də çox istəyir, qarşılıqdır, mən də onun çox xətrini, çox ürəyi təmiz qızdır. Çox vaxtda deyirəm ki, ona sən, belə deyim də, hər adam özünə görə öz arşını ilə ölçür də, belə bir söz var. Deyim, sən öz arşınınla insanları ölçmə. Nəyə görə? Mən özünə demişəm neçə dəfə. Deyim ki, sən ola bilər doğru insansan. Belə pis niyyətin yoxdur ürəyində. Hələ bilirsən ki, qarşıda oturan insan səninlə danışan adam. O da səni kimidir. Xeyr. Xeyr. Yəni, sonra elə bilər sənə belə ziyan vurar ki, bilməz. Ona görə tam açıb o kartlarını açıb heç vaxtı qoyma. Ay, mən nə qədər az insan sənin haqqında az bilsə, o qədər sənin xeyrindir. Ona yox, sənin. Ona biz, bəli, Azəristada mən gəlmişdim, onun bir, belə deyim də, Qruppa Podderski. Gəlmişdim ki, özüm də orada iştirak elədim, oxuduq da ona, bir mahnı oxuduq. Sonra, biraz, gərək mən həmişə demişəm ona, biraz gələ meydangir olasan. Mənim özümdə də o yoxdur, açığı. Mən biraz tənbələm. Biraz yox, belə əməlli başdır. Yəni ki, yenə deyirəm, biri var, girəsən, görəsən qapıdır, döyəsən qapını, girəsən, salam belə ki, mən də varam. Neyin ki, qapını döyməyik? Qapı açıq ola, keçərəm yanından girmərəm. Deyərlər, biz qapı açıq idi, girəydilər, mənə çağırmadılar, hara girib. Gerək zamanı adam olasan, indiki zamanda biraz meydangir olasan gerək. Çəkilişimiz bir tənqidi xarakter çoxu daşıdır, biraz mən durub indi tənqidçi deyirəm açığı. Həmişə də verilişə çağırır, deyirəm ki, sən Allah, mənə orada bozbaş pişirtdirəcəksiniz, onun üçün mənə çağırma. Onun öz sənətkarı var da, povru. Ya da ictimai xadiməm də, məsəl, durum neyin söhbətini eləyim. Yəni, musiqiyə aid şeylər indi hər halda ürəyimizdən keçən danışdıq dedik. Musiqidən o sualı, yəni hər sual əladır maşallah verildi. Özüm deyərdim ki, o deyirlər, filan kəs yaxşı çıxdı, məsələn, filan mahnını oxudu. Ya da gəl edəm, o ruhla bağlı şeydir, bu öz yerində. Plus bir dənə də bir iş var da, bu tembr deyilən ses ahəngi deyim ona, mən elə tembr deyim ona. Hər insanın öz sesinin tembri var. Gərək, mən həmişə demişəm, birincisi, o kişidən kişi ses çıxmalıdır, o öz yerində. Yəni, durub o arvad sesini oxu, yoxdur da o barxıt, o heç. Sesin tembrından çox şey asıldır. Əgər bu oxuyanın tembri varsa, o Allah Teala'dan verilən bir şeydir ya. O mənlik sənlikdir. O verilir. Ya verilir, ya verilmir. Yəni o qulağa yatan, məsəl o tembr var. Rəhmətli Hüseyin Ağa Hadiyev. Bu boyda sesi vardı onun. Mənim o xeyir işimi də oxuyub. 1990-cı ildə, 85-ci ildə. Nə demək istəyirəm? Onun bir sesin tembri vardı. Varih eləydi adam. Baba, o da əsas. O adama İcikam ne deyir? O ses. O ses olmalıdır. O ki, ses olmadı tembr. Ürəyə dəymədi ya. Ama apar qaytar. O artıq, nə inirsən, duzun da vur, istiyotun da vur, ədavaların da vur, nə var ha? Onun xeyri yoxdur. O yapışmadısa, yapışmır. O var ya. Ola bilər bu heç
nə deyirlər, belə lazım oldu bu sual da verdim, cavabı da verdim. Amma ki, hə də elə belə də oturduq elə bir ki, qardaşoğlu ilə söhbət elədik. Çox sağ olun. Var ol.